Şkoda konsernin model sırasında maraqlı avtomobillər var. Kompakt hatchbacklər, ailəvi universallar, minivanlər, biznes klass sedanlar, çatışmayan bir model sırası vardı, o da crossoverlərdir. Və Şkoda konserni buna nail oldu. Şkodanın tarixində ilk crossover, tanış olun, Şkoda Yeti. Şkoda Yeti'nin maraqlı adı var. Yeti qar adamı deməkdir. Düzdür, həmən qar adamını indiyənə kimi heç kəs görməyib. Amma adı qalıb. Onu da deyim ki, ilk dəfə Şkoda Yeti 2009-cu ildə avtomobil sərgisində təqdim olundu. Həmən sərgidə biz də iştirak edirdik. Və açılış çox maraqlı oldu və həmən qar adamından biz yan-bayan durub bir balaca intervyu verdik sizə. Şkoda konserni bu yeni yolsuzluq avtomobili təqdim etdi. Şkoda Yeti. 5 nəfərlik tip avtomobil, böyük yük hissəsi də var arxada. Bu logotipidir. Bu insan gəzir burada və hamıda bir belə sevincə əhval-ruhiyyəsi yaradır. Yeti, qardaş. Onu da deyim ki, sonra avtomobillə mən Çexoslovakiyada oldum. Çexoslovakiya Şkoda Yetinin vətənidir və orada ilk dəfə Şkoda Yetini mən test drive etdim. Sizə təqdim etdiyim avtomobil Şkodanın yeni yolsuzluq avtomobili. Bu yeni Şkoda Yetidir. Şkoda Yeti bir neçə komplektasiyada buraxılır. Bugünkü test drive-a verilən bu avtomobilin qabaq çərpləri çəkir. Avtomobil var ki, tam ötürücü sistemlə təmin olunub. Həmin avtomobillerin benzin mühərriki olan da var və dizel mühərriki olan da var. Onu da deyim ki, mühərrikin üzərinə əlavə turbo quraşdırılır. Turbo benzin mühərrik və yaxud turbo dizel mühərrik. Bu da mühərrikin gücünü qat-qat artırır. Onu da deyim ki, avtomobil mexaniki transmisiya ilə və avtomat transmisiya ilə təmin olunur. Çox funksional avtomobildir və şəhər üçün, həm də belə orta yolsuzluq avtomobil üçün yararlı avtomobillərdən biridir. Şkoda Yetinin maraqlı və yadda qalan ön görünüşü var. Avtomobilin qabağına xüsusi gözəllik verən avtomobildə quraşdırılmış duman əyinli fənərlərdir. Fikir verin, nə qədər maraqlı görünüş verir avtomobilə. Və bamperin quruluşu. Baxın, nə qədər element var, maraqlı element. Burada plastik xüsusi bir rəngdə işlənilib. Yanlarda olan plastik qara plastikdəndir və qabaq buferin özü avtomobilin rəngindədir. Fənərin quruluşuna fikir verin. Həmən fənərin üzərində də Yetinin logotipi quraşdırılıb. Və həmişə olduğu kimi Şkodanın logotipi avtomobilin üzərində. İndi istəyirəm ki, avtomobilə yan görünüşdən baxaq. Avtomobilin hündürlüyünə fikir verin. Bu hündürlük sizi, yenə demişdim, orta yolsuzluq şəraitində avtomobili idarə etməyə imkan yaradacaq. Və avtomobil 16-lıq yüngül ləhimli disklərlə təmin olunub. Bu da maraqlı bir görünüş verir avtomobilə. Qapıların xüsusi quruluşu. Baxın, ön qapının quruluşu və arxa qapının quruluşu. Qapının quruluşu elədir ki, elə bil avtomobili 2 hissəyə bölürsən. Avtomobil elə bil 2 hissədən ibarətdir. Arxadan da avtomobil çox maraqlı bir dizaynda işlənilib. Yenə buferin, arxa bamperin rənglərinə fikir verin. Və aşağısı başqa rəngdə, ortası isə başqa rəngdədir. Və avtomobilin bamperin üzərinə parktroniklər quraşdırılıb. Olduğu kimi Yetin logotipi avtomobil üzərində və keçək avtomobilin maraqlı yük hissəsinə. Fikir verin, burada xüsusi plastikdən elementlər var. İndi siz əşyanızı bura keçirdə bilərsiniz. O nəyə görədir? Çünki avtomobil hərəkət zamanı əşya ora-bura gedməsin və içəridə bəlkə dağılan bir şey var. Dağılmasın da normal yerində qalsın. Həmən bu ön panel, avtomobil yük hissəsində olan panel çıxır və sizə avtomobilə əlavə yük yerləşdirmə imkan yaradır. Oturacaqlar isə transformerdir. İndi hər bir oturacaqları qatdalaya bilərsiniz. Avtomobil oturacaqları qatdalandan sonra oturacaqları bir-bir avtomobilin salonundan çıxardıb
qırağa qoya bilərsiniz. Bu da yenə deyirəm, yük hissəsinin həcmini qat-qat böyüməsinə imkan yaradır. İlk dəfə bu avtomobili icad edəndə mütəxəssislər fikirləşirdilər ki, bu avtomobili Şkoda Fabianın bazasında qursunlar. Amma sonradan fikirlərini dəyişdilər və daha böyük avtomobil bazasında qurdular. Həmən bazada Şkoda Octavia, Volkswagen Golf və Volkswagen Tiguan qurulmuşdur. Avtomobilin salonunda oturanda elə bil Volkswagen avtomobilinin salonunda əyləşmirsən. Çünki hər bir şey Volkswagen avtomobilini xatırladır bunda. Sükandan tutmuş, ön panelinə kimi oturacaqlara kimi. Bilirsiniz nəyə görə? Çünki Volkswagen, Şkoda konserni Volkswagen qrupu aiddir. Ona görə də avtomobilin gedişat hissəsi, mühərriki, transmissiyası hamısı Volkswagen markasına məxsusdur. Salonda hər şey çox sadə, artıq heç nə yoxdur. Fikir verin, sükan quruluşuna baxın. Düymələrə toxunanda da insan həzz alır. Fikir verin, multi sükandır. Sadə maraqlı sükanı var. Mən deyə bilərdim, hələ idman sayağıdır. Monitor var ki, siz avtomobilin durumu haqqında məlumat ala bilərsiniz. Bluetooth sistemi ilə avtomobilə qoşulub, avtomobilin elektron sisteminə qoşulub və telefonla rahat avtomobil salonundan danışa bilərsiniz. MP3 audio sistemindən quraşdırılıb, iqlim nəzarət var avtomobildə. Əşyalar çox xüsusi yerlər var. Ön paneldə, ön panelin üzərində və ön panelin aşağısında. Transmissiyaya gəldikdə isə avtomobil idman rejimli transmissiya ilə, idman rejimli Tiptronic transmissiya ilə təmin olunub. Bu da avtomobili gümrah idarə etməsinə imkan yaradır. Avtomobilin askısı sedan avtomobilin askısı kimidir. Bu da avtomobili yumuşaq və manevrlidir. Avtomobil salonu 5 nəfərli idi. İndi siz bu avtomobildə 5 nəfər rahat oturub hərəkət edə bilərsiniz. Və onda deyim ki, yeni Şkoda Yeti sizə və sizin ailənizə lazım olan avtomobillərdən biridir. Avtomobil şəhər tipli crossoverdir, ona görə də şəhərimizin küçələrində görüntü olaraq çox maraqlı görünür. Və bir şey yaddan çıxmışdı ki, avtomobil 1,2 litr həcmli turbo mühərriklə təmin olunub, 105 at gücündədir.